Hər vaxtınız xeyir olsun. Allahın salamı olsun üzərinizə. Bugün mən almalı piroq hazırlayıram. Doğrudan da çox ləzzətli, çox dadlı olan gözəl bir piroqdur. Hazırlamağa dəyər. Hər kəsə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Bizim də ailəmizin də çox sevdiyi, əsasən xüsusən də qızımın çox sevdiyi bu piroqu payız olan kimi, alma mövsümü olan kimi hazırlayıram və çox ləzzətlidir. Hazırlamağa dəyər. Həm fərqlidir, həm qeyri-adi dadı var, həm də gözəl görkəmi var. Göydən 3 alma düşdü. Bu dəfə hekayənin sonunda yox, əvvəlində 3 alma düşdü. Deməli, biz bugün almalı piroq hazırlayırıq. Alma mövsümü başladı və mən qızımın sevdiyi alma piroqunu hazırlayıram. Deməli, bunun üçün mənə lazım olan ilk öncə 3 alma və qırmızı alma olması daha yaxşıdır. Çünki qırmızı almalar biraz banan kimi yumşaq olur. Belə piroqa da daha çox belə alma yarayır. Deməli, ilk öncə qabın içərisinə 200 ml stəkanla bir duru yağ əlavə edirəm. Sonra isə şəkər tozu əlavə edirəm. Gördüyünüz kimi belə fincan istifadə edirəm. Bu 200 ml stəkandan biraz böyükdür. Və bir fincan qatıq əlavə edirəm. Sonra isə vanil əlavə etdim. Bunları mikserlə 5 dəqiqə çırpıram. Artıq hazırdır. 5 dəqiqə dedimsə, yəni hazır olana qədər. Həll oldu mu? Artıq hazırdır. Hazır olan qarışımdan bir fincan götürürəm. Kənara qoyuram. Yumurtanı qırıram. 3, 4 və 5. 5 yumurtanı qarışımın üzərinə əlavə və portakal qabığı əlavə edirəm. Bir portakalın qabığı var burada. Öncədən portakalın qabığını süzgəcdən keçirib buzdolabında saxlamışdım. Və bunları mikserdən bir daha keçirirəm. Beş dəqiqədə mikserlə çırpdım. Və un əlavə edirəm. 200 ml stəkanla 2 stəkan un əlavə edəcəm. Qabartma tozunu da bu aşamada əlavə edirəm unla birlikdə. Bunu hər zaman belə edirəm. Un ilə xəmir qədər qarışımı qarışdırıram. İkisini həll edirəm. Unun keyfiyyətindən asılı olaraq miqdarı dəyişə bilir. Gördüyünüz kimi un az oldu. Yarım stəkan daha un əlavə edəcəm. Yarım stəkan daha un əlavə etdim. İndi kıvamı daha yaxşı oldu. Üzr istəyirəm, həcmi daha yaxşı oldu. Hazır olan xəmirin həcmi belə olur. Gördüyünüz kimi qaşıqdan çətinliklə tökülür. Almaları soyuruq. İndi isə almaları soyuruq və doğrayırıq. Almaları soyduqdan sonra gördüyünüz bu qayda ilə doğrayıram. Öncədən isitdiyim soba listini yağlayıram. İçərisinə duru yağ əlavə etmişəm. Bir daha qeyd etmək istəyirəm ki, unun keyfiyyətinə asılı olaraq miqdarı dəyişə bilər, amma siz əsas gözə yarı belə həcminə fikir verin, bu belə olmalıdır və əlavə edirəm. Spatula ilə
qabı eyni bərabərlikdə həcmi keksi yayıram. Qabı belə bir neçə dəfə yerə çırpıram ki, qarışıq olsun. İçində hava qabartma qalıbsa çıxsın. Və almaları bu qayda ilə düzürəm. Almaları bu qayda ilə düzdükdən sonra bir ovuc kişmiş var məndə və kişmişi arada qalan boşluqlara əlavə edirəm. Üzərinə kişmişləri də əlavə etmişəm. Almadan sonra kişmişləri də bu qayda ilə üzərinə əlavə edib 200 dərəcədə isitdiyim sobaya verirəm. 200 dərəcə isitdiyim sobada üzəri qızarana qədər bişirirəm. Artıq piroqum hazırdır. Sobadan çıxardım və ayırmış olduğum sosu üzərinə əlavə edirəm. Piroq isti olmalıdır. Sosu əlavə edirəm və sos canına hopana qədər hardasa 2 saat, 3 saat gözlədirəm. Sonra isə süfrəyə verirəm. Videonu bəyəndinizsə bəyənməyi xahiş edirəm və abunə deyilsinizsə yeni videolardan xəbərdar olmaq üçün abunə ola bilərsiniz. Təşəkkür edirəm. Hələlik gələn görüşlərədək.